Azərbaycanın müstəqillik günündə üç qardaş ölkə liderlərinin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə zirvə görüşünün keçirilməsinin tarixi və geosiyasi əhəmiyyəti var. Xüsusilə də zirvə görüşünün Ermənistanın 30 illik işğalından azad edilən ərazilərimizdə baş tutması, indiki beynəlxalq münasibətlər sistemində çöküşün baş verdiyi zamanda reallaşması dünyaya bir mesajdır. Üç ölkə Cənubi Qafqazda, o cümlədən regionun tranzit olaraq yer aldığı orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi. Laçın zirvəsi Ankara-Bakı İslamabad xəttində üç qardaş alyansının qurulduğunun, siyasi, iqtisadi və digər sferalarda strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra daha çox qeyri-rəsmi formada da olsa, ancaq zaman-zaman gündəmə gələn üçtərəfli hərbi ittifaq perspektivlərinin artdığı qənaətini möhkəmləndirdi. Strateji baxımdan bu üç ölkənin bütövlükdə bölgədə əməkdaşlıq niyyətlərini bəyan etməsi və bəlkə də tarixdə görünməyəcək bir dostluq, qardaşlıq nümunələrini nümayiş etdirmələri də mühüm əhəmiyyətə malikdir. Həm təhlükəsizlik baxımından, həm iqtisadi əlaqələrin genişləndirilməsi baxımından şübhəsiz ki, eyni zamanda qarşılıqlı investisiyaların təşviqi baxımından da Azərbaycan, Türkiyə, Pakistan ittifaqı, müttəfiqliyi mühüm əhəmiyyət kəsb edir. Və biz dövlət və hökumət başçılarının Laçından verilən bəyanatlarında da əslində hər üç ölkənin qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş bir vizyona malik olduqlarını, baxış bucağına malik olduqlarını da gördük və düşünürəm ki, Laçında keçirilən summit üçlü münasibətlərin inkişafı istiqamətində bundan sonra atılacaq addımların yol xəritəsi funksiyasını yerinə yetirəcək və nəticə etibarilə Azərbaycan, Türkiyə, Pakistan əməkdaşlığı üç qardaş alyansı yeni bir mərhələyə qədəm qoyacaq. Qeyd edək ki, bu görüş təkcə üç ölkə arasında deyil, həm də daha geniş bir regional kontekstdə əməkdaşlıq və inteqrasiyanın yeni yollarını açır. Azərbaycanın bu strategiyası regionda balansı qorumaq, yeni strateji imkanlar yaratmaq və beynəlxalq arenada mövqeyini möhkəmləndirmək baxımından uğurlu bir addımdır. Elçin Şuşalı, Qafqaz TV üçün.